Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammedin amin. Ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Değerli Müslümanlar, Allah'ın salamı, rahmeti ve bereketi üzerimize olsun. Rabbim cumamızı mübarek eylesin. Bu cumanın feyiz ve bereketinden istifade etmeyi bize nasip eylesin. Geçen cuma değil, ondan evvelki cumada vaazımızda Kıyamet suresinin ilk 15 ayetini anlatmıştık. Allah Teala kıyamet gününe and içmekteydi. Onunla beraber özünü kınayan nefse and içmekteydi. Bunlar hakkında kısa açıklamalar etmiştik. İnsanın yaratılışını, yeniden Allah Teala'nın insanı yaratacağını, hatta yaradarken parmak uçlarını bile bilirsiniz farklı insanlarda kıyamet gününde yeniden insanlar yaratıldığında o parmak uçları bile indikiyle aynı olacağını ayet-i kerimede Allah Teala bizlere bildirmiştir. Aynı zamanda kıyametin, ahiret gününün insanlar tarafından yalanlanmasını anlatmıştır. Bugün esasen bu surenin 20. ve 25. ayet-i kerimeler arasında olan ayetleri, mevzuyu anlatmaya çalışacağım. Allah-u Azimüşşan Kıyamet suresinin 20. ayet-i kerimesinde buyurur ki: Estaizu billah, kella bel tuhibbunel acile ve tezerunel ahira. 20 ve 21. ayet-i kerimelerdir. Bu ayet-i kerimede Allah-u Azimüşşan insanoğluna buyurur ki: Hayır, siz geçici olan dünya hayatını sevirsiniz ve ahireti ise terk edersiniz buyurmaktadır. Burada Allah-u Teala insanoğlunun zayıf bir cəhətini bizlere bildirmektedir, ifade etmektedir. O da insanın təbiətinin, yaradılışının gözle görülen, el ile tutulabilen ve derhal elde edilebilecek şeylere meyil edebileceğini ifade etmiştir. Yani insan sabirsiz bir varlıktır. İnsan acule ifadesi vardır ayet-i kerimede. İnsan acelecidir, teleskendir. Yani her şeyin bir anda olsun, bitsin veyahut da elde etsin diye düşünmektedir. Dünyada bu şəkildedir. İnsan çalışmasının, isteğinin, arzusunun neticesini tez bir zamanda elde ettiği için dünyaya bu kadar meyil etmektedir. Onun için el-acile ifadesiyle Allah Teala bildirmiştir. Yani tələsik olan, tez elde edilen manasında dünyayı bu şekilde ifade etmiş, açıklamıştır ve insan da devamlı dünyaya bu şekilde meyil etmektedir. Ancak ahiret ise neticesi hemen elde edilmeyen bir hayattır. Ahiretin imanla, salih emelle, sabirle, şükürle yaşanılması ve neticesi ahirette karşımıza çıkacak bir hayattır böyle desek. Ahiret bu dünyada bize verilmeyecek. Ahiret veyahut da cennet veyahut da cehennem, imanın, salih emelin, sabrin, şükrün karşılığı bize ahirette karşımıza çıkacak ve uzun bir zaman kimi anlayırıq biz onu. Bize o şekilde gelmektedir. Onun için bazen sabrimiz yetmir, bazen şeytan ve nefis bizi aldanarak dünyaya meyil ettirir ve ahireti bize unutturur, bize terk ettirir. İbn-i Kəsir deyir ki, insanların çoxu dünyanın keçici ləzzətlərinə aldanaraq ahirət üçün hazırlığı təxirə salır. Yani bu ayet-i kerimelere baktığımız zaman, bu açıklamalara baktığımız zaman İslam alimleri, tefsirciler esasen insanın ahireti unutması, təxirə salması, ondan uzaklaşması
dünyanın keçici olan ləzzətlərinə meyl etməsi səbəbiylədir. Dünya insanı özü ilə o qədər oyalayır ki, insan ahirətini, hətta ahirəti bırak, insan özünü belə unutmağa başlayır. Bir də oyanırsan ki, fərqli bir yerdəsən. Yaş keçib, ömür keçib, yaşlanıbsan, artıq o həyat necə keçib, onu belə xatırlamırsan yəni. Niyə? Dünya ilə məşğul olduğumuz üçün, dünyaya meyl etdiyimiz üçün. İmam Qurtubi deyir ki, əslində insanın ahirəti unutması, inkar etməsi mənasında deyil yəni. Ahirəti tərk etməsi, inkar etməsi mənasında deyil. Bir çoxumuz ahirətə iman edirik. Yenidən diriləcəyinə, Allahın huzuruna çıxacağımıza, hesaba çəkiləcəyimizə heç birimizin şübhəsi yoxdur. İmanımız vardır. Amma həyatı elə yaşayırıq ki, sanki onun hesabını verməyəcəkmiş kimi bir həyat yaşayırıq yəni. Günah işləyirik, amma soruşulacağını tam idrak etmirik. Haqqa giririk, günah işləyirik, faiz yeyirik, zina edirik, fərqli xatalar edirik və yaxud dünyaya o qədər qapılırıq ki, ahirət üçün hazırlığı unuduruq. Namazlara səhlənkar yanaşırıq, oruca səhlənkar yanaşırıq, salih əməllərdən uzaq dururuq və bu şəkildə aslında ahirəti unutmuş oluruq bizlərdən. Onun üçün dünya bizi bu şəkildə ahirətdən uzaqlaşdırmaqdadır. Hadid surəsinin 20-ci ayət-i kəriməsində Allah Azimüşşan deyir ki, bilin ki, dünya həyatı ancaq oyun, əyləncə və bərbəzəkdən, mal, dövlətlə, övladla öyünməkdən başqa bir şey deyildir. Yəni, dünyayı bizə tanıdır Allah-u Teala. Yəni, bu dünya bir məqsəd deyildir, bir hədəf deyildir. Bu dünyayı qazanmaq üçün yaradılmadı. Bu dünyada olanların hər birisi sadəcə oyundur, əyləncədir, nemətlər. Bu nemətlər bizim üçün məqsəd deyil, əldə etmək üçün gəlmədik. Bunları istifadə edərək əslində Allahın razılığını qazanaraq əbədi ahirət həyatımızı qurtarmaqdır, dəyərli qardaşlar. Peyğəmbər aleyhissalatü vesselamın hədis şəriflərinə baxdığımız zaman Allah Resulü Buxaridə keçən bir hədisində buyurur ki, dünyada qərib və ya yolcu kimi ol buyurmuşdur. Yəni, oranın sahibi deyil də, orada keçici qalacaq bir misafir olaraq düşünmək lazımdır. Necə ki, bir yerə getdiyimiz zaman, bir qonaq getdiyimiz zaman, bizim olmayan bir məkana girdiyimiz zaman, orada özümüzü ev sahibi olaraq zənn etmirik. Bilirik ki, burada 3 gün qalacaq, 5 gün qalacaq, 10 gün, 1 ay qalacaq, amma çıxıb gedəcək, orada qalacaqmış kimi hazırlıq görmürüksə də, dünya da o şəkildədir. Allah Resulü onu ifadə edir ki, dünyada bir yolcu kimi zənn et özünü. Yəni, burada əbədi heç kim qalmadı. Adəm Aleyhisselam'dan günümüzə qədər bəlkə milyarlarla insan gəldi, bu dünyadan istifadə etdi, faydalandılar. Böyük, ihtişamlı saraylar, ordular qurdular, amma hamısı yox olub getdilər yəni. Gözəl bir söz var, dünya deyir Sultan Süleymana qalmadı. Sultan Süleyman kimdir? Süleyman Aleyhisselam'dır. Eyni zamanda sultanlığı vardı Süleyman Aleyhisselam'ın cinlərə, rüzgarlara, heyvanlara, hər şeyə hökmü keçə bilən, əmri altında olan bir sultan idi, bir peyğəmbər idi. O belə bu dünyadan heç bir şey götürmədi, bu dünya ona belə qalmadı. Həzrət Peyğəmbər aleyhissalatü vesselam başqa bir hədis şərifində buyurur ki, əgər dünyanın Allah yanında bir ağca qanadı qədər dəyəri olsaydı, Allah kafirə ondan bir qurtum su belə verməzdi. Yəni, dünyanın bir ağca qanadı qədər dəyəri olsaydı, Allah qatında kafirlərə, ona inkar edənlərə, ona düşman olanlara bir yudum su belə verməzdi. Demək ki, bu dünyanın Allah qatında heç bir dəyəri yoxdur, dəyərli qardaşlar. Həzrət Əli radiyallahu anh'ın da gözəl bir sözü vardır. Buyurur ki, dünya arxasını çevirib gedir, ahirət isə yaxınlaşır. Siz ahirətin övladları olun, dünyanın övladlarından olmayın.
sözə baxdığımız zaman həqiqətən hər keçən saat, hər keçən saniyə, hər keçən dəqiqə, gün, ay dünyanın arxasını bizdən çevirib bizdən uzaqlaşmasıdır. Yəni keçən hər bir zaman bizi dünyaya yaxınlaşdırmır. Bizi ahirətə yaxınlaşdırır. Dünya gedir, ahirət isə bizə qarşı gəlməkdədir. Zaman əslində bizi ahirətə götürməkdədir və sizdir ahirətin övladı olun. Bu nə deməkdir? Yəni ahirət üçün çalışın. Salih əməllərinizi artırın, ibadətlərinizi artırın. Allahın rızasını qazandıracaq əməllər işləyin. Allahın əzabına düçar edəcək günahlardan, xətalardan da uzaq olun buyurmaqdadır. İmam Ahmed radiyallahu anh deyir ki, dünya azdır, ondan qalan isə daha da azdır. Yəni dünyanın ömrü, dünyada yaşayacağımız zaman dilimi azdır, ondan bizə qalacaq, faydalanacağımız şeylər də azdır buyurmaqdadır. Onun üçün düşünmək lazımdır. Bugün dünyada etdiyimiz bir şey, bir əməl, bir iş, dediğimiz bir söz bizim ahirətimizə nə qədər faydası oldu? Yani insan dünyada bir adım attığı zaman, bir işe başladığı zaman sadece dünyalık menfaatlarını, kazançlarını düşünür. Ticaret edeceğiz veya da bir işe adım atacağız. Dünyada bunu edersem bana bu kadar mal dövlət kalacak, bana bu kadar şan şöhrət kalacak. Bunu edersem bana vazife gelecek veya da farklı dünya menfaatlarının hesabını edirik. Ama ettiğimiz bir şeyde bu ahirette bize ne kazandıracak diye düşünmürük. Asıl hesap odur değerli kardeşler. Onu düşünmek lazımdır. Bir söz söyledik, insanlar arasında üstünlüğüm arttı. Artabilir ama Allah katında değerin arttı mı artmadı mı o sözle. O davranışla, o hal ve hareketle buna dikkat etmek lazımdır. Bunun için çalışması lazım bir Müslümanın. Ayet-i kerimeleri devam edir. Allah-u Teala'nın 22 ve 23. ayet-i kerimede buyurur ki: "Vucuhu yevme idin nadira ila rabbiha nadira." O günde bazı yüzler parlak ve nurlu olacak ve Rablerine bakacaklardır buyurmaktadır. Yani insan ölüp ahirette hesaba çekildiği zaman, Allah'ın huzuruna çıktığı zaman bazılarının yüzleri parlak ve nurlu olacak ve Allah'a bakacaklar. Allah'a görmeye başlayacaklar bile desek. Burada insan oğlunun yüzünün parlak olması, sevinçli olması bu dünyada Allah-u Teala'nın emirlerine itaat edip qadağalarından da uzak durması sebebiyledir. Yani bu dünyada salih emeller işleyen, Allah'ın emirlerini yerine getiren insanlar yüzleri zaten nurludur. O nurla Allah'ın huzuruna çıkacaklar ve elleri belə desək Allah'ın huzuruna güzel emellerle dolu olarak çıktığı için onun sevincini yaşayacaklardır. Bu dünyada Allah'ın rızasına uygun hayat yaşadıkları için Allah-u Teala onlara cennetle beraber aynı zamanda özünü de görmek, Allah'ı görmek kimi büyük bir nimeti de lütfedecek değerli kardeşler. Hasan Basri Hazretlerine soruşurlar, deyir, bazı insanların da yüzleri niye nurludur deyir. Yani hakikaten bazı insanlar vardır, baktığımızda yüzlerinden bir nur yağıyor. Ne güzel nurlu insandır deyir. Bazı insanlar deyir nurludur, o nurun sebebi nedir? Hasan Basri Hazretleri deyir ki, o insanların yüzlerinin nur olması, onların geceleri teheccüd, yani gece namazlarına kalkmaları sebebiyledir. Allah ile herkes yatarken onlar kalkır, Allah'ın huzuruna çıkırlar ve Allah'la baş başa kaldıkları için Allah-u Teala der, onlara öz nurundan bəxşedir yani. Öz nurundan lütfedir. Yani nur da Allah'tandır ama o nuru elde etmek için de Allah'ın istediği şekilde bir hayatı yaşamak lazımdır değerli kardeşler. Ve o şekilde olduğu zaman Allah'ın huzuruna çıktığımız zaman da sevinçle ve yüzümüz parlayacaktır ve Allah-u Teala'ya bakacağız. Burada önemli bir mesele vardır. Rubiyetullah, Allah'ın ahirette görülmesi meselesi
İslam əqidəsində önəmli bir məsələdir. Əhl-i sünnət alimləri bu ayət-i kərimələrə dayanaraq deyir ki, ahirətdə müminlər Allahı görəcəklərdir. Sahabe-i kiram da Peyğəmbər aleyhissalatu vesselam'a soruşur. Deyir, ya Resulallah, biz ahirette Allah'ı görə biləcəyikmi? Allah Resulü buyurur ki, siz deyil, ayın 14. günündə ayı, göydəki ayı necədir? Açıq şəkildə, parlaq bir şəkildə görürsünüzsə də, yəni bir-birinizi itələmədən, bir-birinizi əzmədən, dünyanın hər yerindən baxan, hər yerdə görür ayı. O şəkildə gördüyünüz kimi, ahirette de Rabbinizi o şəkildə görəcəksiniz. Yani bu əslində müminə verilən ən böyük nemətdir. Yani cənnətdən də, cənnətdəki nemətlərdən də ən böyük nemət Allahı görməkdir, Rabbimizi görməkdir, dəyərli qardaşlar. Rabbim bizə onu nasib eyləsin, bizə nail eyləsin. Və bütün məzhəb imamlarımız Allahın ahirətdə görüləcəyinə dair bir hökm vermişlərdir. Bu görüləcəyini ifadə etmişlər. Ancaq oradakı mahiyyət yenə bəlli deyildir. İnsan cisim olaraq mı, nur olaraq mı, necə görüləcəyi bəlli deyil. Amma Allahın görüləcəyi kəsindir, dəyərli qardaşlar. Son olaraq da 24 və 25-ci ayət-i kərimələrdə də buyurur ki, Allah-u Teala və vucuhu yevmə idin bəsira təzunnu ən yef'alə bihə fəqira. O gündə bəzi üzlər qəmgin və tutqun olacaq, qaş qabaqları yerlə gedəcək deyir. Nədir biz? O şəkildə olacaqlar. Tutqun, qaş qabaqları yerlə gedəcək və ona belini qıran bir əzab veriləcəyini anlayacaqlardır. İki qrubu ifadə edir Allah-u Teala. Bir qrup üzü nurlu, sevinçli olacaqdır. Onlar Rablərini görəcəkdir. Bir qrupda var ki, qaş qabaqları yerlə gedəcək, kədərli olacaqlar və onlar da anlayacaqlar ki, əbədi bir əzab, ahirət əzabı, cəhənnəm əzabı onları gözləməkdədir. Buradakı qəmgin olan sifətləri, üzləri, qaş qabaqları yerlə gedənləri İslam alimləri buyurur ki, onlar kafirlərdir, münafiqlərdir, müşriklərdir və eyni zamanda günahkarlardır, dəyərli qardaşlar. Bilirsiniz, bir mümin günahkar olduğu zaman o günahlarının cəzasını çəkmək üçün Allah affetmezsə, bağışlamazsa cəhənnəmin əzabını dadacaqlar və o əzabdan sonra cənnətə gedəcəklər, dəyərli qardaşlar. Bu şəkildə Allah-u Teala bizlərə ahirəti bu şəkildə anlatmaqdadır. Ahirətdə başımıza gələcəklərini bu şəkildə anlatmaqdadır. Əslində bunlar nəyi anlatır? Kim dünyayı seçərsə, dünyanın keçici nemətlərini seçərsə, dünyanın keçici zevklərini seçərsə, ahirətdə qaş qabaqları yerlə gedəcək, kədərlənəcəklər və bir ələm dolu bir əzaba düçar olacaqlar. Kim də ahirəti seçərsə, ahirət üçün çalışarsa, ölümdən sonraki həyatı üçün hazırlıq görərsə, onlar da sevinçli olacaqlar, üzləri nurlu olacaqlar və Rablərinə baxacaqlar buyurmaqdadır. Allah Resulü də buyurur ki, ağıllı mümin ahirət üçün çalışandır. Ölümdən sonrası həyat üçün çalışan akıllı insan və akıllı mümindir, dəyərli qardaşlar. Rabbim bizi dünyanın nemətlərindən istifadə etməyi, amma ona tapmamağı, qəlbimizə almamağı nəsib etsin. Dünya ilə ahirəti qazanmağı bizə nəsib eyləsin və ahirətdə sevinən, üzümüz nurla parlayan və Rabbimizə baxan qullarından eyləsin. Velhamdülillahi Rabbil alemin. El-Fatiha.